Herkese salamlayıram. Videomuz vektorlar və koordinatlar metodu mövzusundan 2018-2024 aralığını əhatə edən bütün blok suallarının izahları olacaq. Dəstək məqsədi növbəti videomuzdur. Artıq 13-cü videomuzdur deyərdim ki. Bundan əvvəlki videoların hər biri kanalımızda var. Baxa bilərsiniz, bilmədiyiniz yerləri öyrənə bilərsiniz, biraz təkrar edə bilərsiniz şagirdlər. İnşallah blok imtahanında hər birinizə uğurlar arzulayıram. Ümid edirəm hər şey yaxşı olar. Kanala abunə olmağı unutmayaq. Başlayaq sualların izahlarına. Deməli deyir ki, uyğunluğu müəyyən edin. Deməli birincisinə baxın. X plus 9-un kvadratı, bir də y minus 12-nin kvadratı. Çevrənin tənliyidir bildiyiniz kimi. Çevrənin tənliyi x minus a-nın kvadratı üstəgəl y minus b-nin kvadratı bərabərdir r kvadratı şəklindədir. Onda mərkəz -9 ilə fikir verin, müsbət 12 olduğu görünür. Belə bir cavab. -9, müsbət 12, radiusda 5'dir. R də buradan 5'dir görsənir. Birə oldu D variantı. Çevrənin mərkəzindən koordinat başlanğıcına qədər məsafə 10'dur. Görək burada 10 ola bilərmi? Belə deyək də, fikir verin, koordinat başlanğıcından, yəni buradan, çevrənin mərkəzi də budur. Buna qədər məsafə, iki nöqtə arasındakı məsafədir. Hesablasaz bunun 15 olduğu görünür. Deməli, bura həm də C olmalıdır. İkinci bəndə uyğun olaraq 6 ilə -8 cavabını götürürük. Varsa, baxaq varmı? Yoxdur. Mərkəzi koordinatlarını versəydi əgər 6 ilə -8 götürməliyik, yoxdur. Amma çevrənin mərkəzindən koordinat başlanğıcına qədər məsafə, indi məsafənin 10 olduğu görünür. 0 çıx 6-nın kvadratı, 0 çıx -8-in kvadratı 10 olduğu görünür. B. Sonra başqa diametr 22-yə bərabərdir. Bəli, həqiqətən də bərabər. Çünki radius 11'dir burada. Diametr olar 22. Bir də Y bəndi qaldı. 3'ü də A olduğu görsənir artıq. Onu da yığa bilərik. Tam kvadrata ayırırıq. X kvadratı üstəgəl 14x. İndi nə etmək lazımdır? 14'ü 2'yə bölüb kvadrata yüksəltmək. Eləsin 49. Üstəgəl y kvadratı minus 12y. Bu 12y -12'ni 2'yə bölüb -6 kvadrata yüksəldi. Müsbət 36. İndi biz bura fikir versəniz, fikir versəniz 49 üstəgəl 36 neçə eləyir? 79, 85. Əlavə eləmişəm 85. Bir dənə də 85 çıxıram ki, tarazlaşsın. Tarazlaşsın və bir də bərabər -81 var. Onu sağa gətirin. Plus 81 bərabər 0 olsun. Bu tam kvadrata yığıldı. X plus 7'nin kvadratı idi. Bu da y minus 6'nın kvadratıdır. Burada da -4 alınır. Sağa keçirsə müsbət 4. Çevrənin mərkəzi nöqtəsinin koordinatları -7 ilə 6. Radiusu da 2 olduğu görsəndi. Həqiqətən də A variantı idi. Növbəti. İkinci sual. Emin hansı qiymətində vektorlar perpendikulyar. Perpendikulyarsa dedik uyğun hasillərin cəmi 0-a bərabərdir. -40. 5'i demə vuranda 5m bərabər 0-a. M də buradan eləyər 8. Yəni 8 qiymətində. 3. Parallelogram təpə nöqtələrdir. Düzbucaqlı koordinat sistemində. Düzbucaqlı koordinat sistemində veribdir ki 0, 0'dır bura. Deməli, bura 0, 0 verilib. A nöqtəsi 5, 3'dür. 5, 3. X-i 5'dir. Burada da deyək. X-i 5. Y-i də 3'dür. 3'də olsun. Burada tutaq ki. Yəni, burada həmin nöqtə. Nöqtəni pozaq buradan. Bu A nöqtəsidir.
B nöqtəsi x-i 5, y-i 8-dir. X-i 5, y-i 8. Bir dənə buranı böyüdürəm. Biraz yuxarı çəkək bunu. Y oxu. Deməli, x-i 5, y-i 8. 8 də olsun burada desək. Bura təqribən. Bu da B nöqtəsidir. C nöqtəsi və bir də C nöqtəsi var. Bizdən soruşur ki, təpə nöqtələrdə C nöqtəsinin koordinatlarının cəmini tapın. İndi şagirdlər, deməli belə bir paralleloqramdır bu. Belə bir paralleloqramdır. Paralleloqram olmaq üçün bu buna paraleldir, aydın məsələdir. O y oxuna paraleldir. Və mən bir də buna paralel çəkməliyəm ki, paralleloqram olsun. Baxın, indi oldu bu paralleloqram. Burada C nöqtəsi deyək. C nöqtəsidir. Uyğun oldu. Belə. İndi deməli, buranın 8 olduğunu veriblər bizə. Bura 8 idi. Bizə buranın 3 olduğunu veriblər. Burada 5 idi. İndi bizə C nöqtəsi lazımdır şagirdlər. Asan dərsində diqqətlə baxın. Diqqətlə fikir verin. Burada AB tərəfi bura OC deyək də. OC tərəfinə bərabərdir. AB tərəfi OC tərəfinə bərabərdir. Çünki paralleloqramın qarşı tərəfləri paralel və bir-birinə bərabərdir. Onda diqqətlə baxsaq, AB-nin uzunluğu bu 3-dən 8-ə qədər nə qədər məsafə var? 5 vahid, elə deyilmi? 3-dən 8-ə qədər 5 vahid. Onda AB tərəfi 5-dirsə, OC tərəfi də bura O deyək. OC tərəfi də 5-dir. Deməli, bunun koordinatı y-i 5 imiş, x-i də 0 imiş. Yəni, C nöqtəsinin koordinatları o y oxu üzərində yerləşdiyi üçün x-i 0-dır, y-i də 5-dir. Və salam, sadə bir şey. Koordinatların cəmini soruşur, o deyir 5. Sual 4. Vektorları paralel olarsa M-in asini tap. Paralel şərti necə idi? Uyğun nisbətlər bir-birinə bərabərdir. -6 bölünsün n bərabərdir 3 böl 1 bərabərdir m böl -4. Bu ikisinə bir baxsaq, n bərabərdir -2 alıram. Bu ikisinə bir baxsaq, deməli, m-də bərabərdir -12 alınır. M-in asili də müsbət 24. 4 idi. Sual 5. 5-ci sual. Nöqtəsindən, deməli, düz xətt verilmiş, K nöqtəsindən toxunan çəkilmişdir. Fikir verin, bu AK toxunandır. Yəni, K buradadır. Bax, fikir verin, K buradır. Elə bir bu hissəyə baxmayın. Burada bitir K. Bu AK toxunandır. Bu A-dır. İndi diqqətlə fikir versəz, bura O nöqtəsinin koordinatı 5 ilə 3-dür. Bura 3-dür, bura 5-dir. Burada -12-dir x-i. Bu -12 buradadır. -12 ilə AO məsafəsini necə tapmaq olar? 5-dən -12-ni çıxaram. Eləyər 17. Yəni, burada bir diqqətlə baxsaz da, bu O çəkmişlər bura, belə deyək də. Və əslində bura çəkilməli deyil, bura çəkilməlidir. Çünki mən bura çəksəm bunu, radius toxunana perpendikulyardır şərtini alaram. Bir balaca şəkildə müəyyən səhvlər var. Bu şəkildədir, bax, şagirdlər. Əslində şəklimiz bu formadadır. Bura R-dir, radius toxunana perpendikulyardır, bu AK-dır. Deməli, radius toxunana perpendikulyarsa düzbucaqlı üçbucaq yarandı. Hipotenuzumuz 17-dir. 17-dir. İndi radiusumuzda bu 64-ü görürsünüz də. Çevrənin tənliyinə görə R8-dir. Deməli, bu da 8-dir. Onda AK da neçə eləyər? 15. Belə bir sadə sualdır əslində. Diqqətli olun. 6-cı suala baxıram. Diaqonalların kəsişmə nöqtəsi koordinat başlanğıcında yerləşən ABCD paralleloqramın iki təpəsi belədir. AC və BD vektorlarının skalyar asini tapın. Deyək ki, bir dənə paralleloqramımız var.
Bunu əslində düzbucaqlı koordinat sistemində də göstərə bilərik. Biz tutaq ki, bu düzbucaqlı koordinat sistemindədir. Bizə deyir ki, diaqonalları kəsişmə nöqtəsi koordinat başlanğıcında yerləşən. Deyək ki, bu koordinat sistemidir. Diaqonalları bir diaqonal, bu da ikinci diaqonal. Koordinat başlanğıcında yerləşir. Şagirdlər, koordinat başlanğıcı nə deməkdir? 0, 0 deməkdir. Yəni, bura 0, 0-dır. Adlandırıram A, B, C və D. Bizə B-ni veribdir neçə? -3 və 2. C-ni verib 4 ilə 5. Bizdən AC ilə BD-nin skalyar asini soruşur. Buranın koordinatlarını biz bilmirik də. Buna x, y yazıram. X, y. Paralelogramın diaqonalları kəsişir və kəsişmə nöqtəsində yarıya bölünürsə, onda bu 0, 0 orta nöqtədir. Orta nöqtənin xassəsindən istifadə edək. 0 bərabərdir. X üstə gəl 4 bölü 2. X buradan neçə eləyir? -4. Yenə də 0 bərabərdir. Y üstə gəl 5 bölü 2. Y də yenə elədi buradan -5. Deməli, biz A-nın koordinatlarını tapdıq artıq. Tapdıq, gətirib yerinə yazıram. -4 ilə -5-dir. İndi eyni qayda ilə D-ni də tapaq. D-ni də tapsaq. Ta ki, bunun koordinatlarına da deyirəm M-in. Yazmalıyam 0 bərabərdir. M çıx 3 bölü 2. Buradan da M elədim -3. Sonra 0 bərabərdir. 2 üstə gəl M bölü 2. N də buradan -2. Deməli, bunun da koordinatları 3 və -2 alındı. İndi bizə deyir AC. AC neçədir? AC-ni tapmaq üçün komponenti sondan başlanğıcı çıxıram. 4 çıx -4 elədi. AC-miz elədi. Belə göstərim. Baxın, AC alındı. 4 çıx -4 8. 5 çıx -5 10. 8 10. İndi bir də BD-ni tapaq. Sondan başlanğıcı çıxaq BD-ni tapmaq üçün. 3 çıx -3 6. -2 çıx 2 -4. İndi deyib bunların skalyar asini tapın. Skalyar asini nə idi? Vurub toplayırıq uyğun koordinatları. 48 çıx 40. Cavabım elədim -8. 7-ci suala baxıram. Vektorları perpendikulyar olarsa bu nisbəti hesablayın. Şagirdlər, vektorlar perpendikulyardır. Perpendikulyardırsa B-3A B plus 3A'ya vuranda 0'a bərabər olmalıdır. İndi yazıram B kvadratı minus 9 nə A kvadrat bərabər 0. Buradan da B kvadratı bərabərdir 9A kvadratına. B də bərabərdir 3A'ya. İndi bizdən nə soruşur? Bunu bir də işləyək şagirdlər. Yazdığım əlimdəydi, silindi. 7 ildə bu. Deməli, bunu bir-birinə vurduq biz. B-3A-nı perpendikulyarlıq xassəsinə görə B+3A-ya vurduq. Alındı nə? 0'a bərabər dedik. Alındı B kvadratı minus 9A kvadrat bərabər 0. Buradan B kvadratı bərabərdir 9A kvadratına. Bunu da kökdən çıxarsaq modul B bərabərdir 3 modul A-ya. Yəni bu modul B geri kökün altına gedəndə B kvadratı kimi gedir. İxtisar getdiyi zaman da modula düşür. İndi burada da 2 modul B bölünsün modul A var. Bərabərdir. Modul B-nin yerinə 3A yazmalıyam. Modul A'lar getdi. Nə qaldı? 2 vur 3 bərabərdir 6. 8-ci suala baxıram. Paralelogramında AB üstəgəl AD belə olarsa AN parçasının uzunluğunu tapın. Deməli, AB üstəgəl, deməli AB parçası üstəgəl AD. AD parçası. Bizə verilib. Fikir versəniz, AB üstəgəl AD
Mən AD-nin yerinə, baxın bu AD-nin yerinə BC deyə bilərəm. Çünki paralelogramın qarşı tərəfləri paralel və bərabərdir. Yəni eyni istiqamətdədir. Baxın BC ilə AD. Ona görə də bu AB ilə bax bu AB ilə BC-nin cəmi AB ilə buradan yazaq. AB ilə BC-nin cəmi vektorların üçbucaq qaydası ilə toplanmasına görə nəyə bərabərdir? Elə AC-yə bərabərdir. AC vektoruna bərabərdir. Və AC vektoru da A-ın parçasının uzunluğunu soruşur. Bizə də həmin o vektoru da bizə veribdir -5, 12. Deməli bu AC vektorunun uzunluğu indi görək nə qədərdir? Koordinatları nə qədərdir? -5 və 12. Deməli bunun uzunluğunu tapsam kök altında 25 üstəgəl 144. Bundan çıxır 13. Deməli AC vektorunun uzunluğu 13 imiş. Bizdənsə soruşur AM-i tap. Paralelogramda da diagonallar kəsir, kəsmə nöqtəsində yarıya bölünürsə 13-ün yarısı 6,5. Növbəti 10-cu, 9-cu sual. A və B nöqtələri üçün uyğunluq verilmişdir. Bunu hesab baxın. Deməli birinciyə baxıram. A və B nöqtələri üçün. İndi bunlara necə baxasıq? Deməli, bir-bir yoxsa ayrı-ayrı. Məsələn, uyğunluq A və B şəklindədir deməli. Yəqin ki, belədir də. 1 budur, 2 budur, bu şəkildə. 2, 3 çevrilib 2 -3 olubdursa, deməli, hansı oxa nəzərən simmetrikdir? Adı çəkilən dəyişməyib, o x oxuna nəzərən. O x oxuna nəzərən simmetriyada x, y nöqtələri çevrilib x -y olurdu. Yəni 1-ə olmalıdır. O x oxuna nəzərən simmetrikdir. 1-ə y. Başqa, mərkəzi koordinat başlanğıcında və diametri 6 olan çevrə üzərində yerləşir. Mərkəzi koordinat başlanğıcında diametri 6 olan çevrə üzərində yerləşir. Sonra buna uyğun gələn başqa yoxdur da. Y-dir. Deməli, koordinat başlanğıcında nəzərən simmetrik, vahid çevrə deyil. Və salam, 1-ə y-dir. İndi ikinciyə baxaq. Deməli, 0, 3 və -3, 0 nöqtələri. Mərkəzi koordinat başlanğıcında və diametri 6 olan vahid çevrə üzərindədir. Şagirdlər, deməli, mərkəzi koordinat başlanğıcında yerləşən çevrənin tənliyi x kvadrat + y kvadrat bərabərdir r kvadratıdır bildiyiniz kimi. İndi bu diametri 6-dırsa, onda radius burada 3-dür. Radius 3-dür. Həqiqətən də fikir verin. Gətirib yerinə 0, 3-ü də qoysaz, -3, 0-ı da qoysaz, radius nə eləyəcək? Eləyəcək 3. Yəni gətirib yoxlayın burada. X yerinə 0, y yerinə 3 yazın, görərsiniz. Həqiqətən 3-ün kvadratına bərabərdir. Deməli, bu nə olur? Bu A-ında. A bəndə olur. Koordinat başlanğıcı nəzərən simmetrik deyil. Vahid çevrədir. Və salam. 2-yə də bir dənə A olur. İndi üçüncüyə baxıram. Nöqtələri nəyə nəzərən simmetrikdir? Nəzərən simmetrik. Burada bir dənə üstəgəl olmalıdır. Müsbətdir. Bu mənfi deyil. Bax, bu müsbətdir. Səhv düşüb. Simmetrikdir. Koordinat başlanğıcına nəzərən simmetrikdir. Baxın, buna S olur. Koordinat başlanğıcına nəzərən simmetriyada x, y çevrilib nə olur? -x, -y olur. Ona görə də bunu ödəyir. Başqa, vahid çevrə üzər. Bir də vahid çevrəni ödəyir. Baxın, vahid çevrə nə idi? Uzunluğu 1-ə bərabər olan. Bu 2-də 1-in kvadratı üstəgəl -kök3/2-nin kvadratı 4-də 1 üstəgəl 4-də 3. Bu da eləyir 4-də 4. Yəni bundan çıxır 1. Oldu vahid çevrə. A da, B-si də buna uyğun gəlir. Ona görə də olur C-D. Vəssalam. Növbəti. Sual 10. X-in hansı qiymətində skalyar hasili ən kiçik qiymət alar? Skalyar hasil uyğun koordinatları vurub toplayırdıq. X kvadratı -12x deməli 12x
burada böyük ehtimal x yazmaq istəməyiblər. Hər hansı bir rəqəm yazmaq istəyiblər. Çox güman ki. Niyə şagirdlər? Fikir verin. Çünki bu sual xatırlayıram. X-ə vuranda x kvadratı. -3 x-i 4-ə vuranda -12x. Tutaq ki, burada da hər hansı bir ədəddir. Deyək ki, 1-dir məsələn. 1 də 5-ə vuranda 5 bərabərdir 0. Daha doğrusu üstəgəl 5 bu formada qaldı. Deyir vektorlarının skalyar hasili, biz bunun skalyar hasilini tapdıq artıq. X-in hansı qiymətində ən kiçik qiymət alar? Yəni bu n-i, ən kiçik qiymət biz n-dir. N-i hansı x-in hansı qiymətində ala bilər? Yəni m-in hansı qiymətində ən kiçik qiymətini alar deməkdir. Biz ümumiyyətlə ən kiçik, ən böyük qiymət tapanda m-ni tapırdıq. -b/2a eləyirdi 6. 6-nı aparıb yerinə qoyurduq və n tapılırdı. N olurdu ən kiçik və ya ən böyük qiymət. Deməli, m-in 6 qiymətində. Cavab oldu 6. Burada. Digər variantda x kimi baxsa, burada üstəgəl və yaxud da yoxlayaq da, tutaq ki, x kimi yoxlayaq. Məsələn, lap x imiş. O variantda yoxlayaq. Görək elə bir cavab varmı? Yenə də vururam x kvadratı. 3x-i 4-ə vuranda 12x. Bir də 5x-ə vuranda üstəgəl 5x qaldı bu formada. Bu da x kvadratı minus 7x. Sesi yoxdur, üstəgəl 0-dır. İndi yenə m-ni tapmalıyam. 7/2 eləyir 3,5. 3,5 qiyməti var. Onda yanlışlıq yoxdur şagirdlər. Mən dedim, hər iki tərəfdə x var. Kvadrat tənliyi tam alaq. Amma ehtiyac yoxdur. Natamam şəkildə də olsa, C də olmasa belə biz kvadrat tənliyin ən böyük, ən kiçik qiymətini tapa bilirik də. Düzgün cavabımız 3,5-dir. Rənglənmiş hissənin sahəsini tapın. Rənglənmiş hissənin sahəsi. İndi bura 6,0-dır. Buranı tapmaq istəyirəm, bir də buranı tapmaq istəyirəm. Ona görə də bir dəfə y-a 0 verirəm, x tapıram. -5x bərabərdir 60, x elədi -12. Deməli, bura -12 imiş. X-a 0 verib y-i tapsam, burada müsbət 5 imiş. Rənglənmiş hissənin sahəsi böyük üçbucağın sahəsindən, düzbucaqlı üçbucağı görürsünüzmü? Baxın, bu böyük düzbucaqlı üçbucaq. Bunun sahəsi katetlər hasilinin yarısıdır. Elədi 30. Bundan çıxıram bu balaca düzbucaqlı üçbucağın sahəsini. Yəni 6 vur 5/2. 5 vur 6/2. Cavabım 15. 11 idi bu. 12. Qanunsi qiymətində nöqtələr koordinat başlanğıcına nəzərən simmetrik olar. Koordinat başlanğıcına nəzərən simmetriyada hər ikisi əksinə dəyişirdi. Yəni -4 bərabərdir. Yəni baxın, koordinat başlanğıcına nəzərən dedik, x, y çevrilib nə olur? -x, -y. Yəni bu -4 bərabər olur -k kvadratı plus 7k-ya. Buradan k kvadratı minus 7k sola gətirsəm, plus 14 də var burada. Onda minus 14 yazaq buna. Çünki -x yazmalıyam. Hər tərəfi sola gətirsəm, k kvadratı minus 7k plus 10 bərabər 0. Buradan k1'im alındı 2, k2'm alındı 5. Hasili 10 toplayanda 7. İkinci tərəfdən də bu k kvadratı minus 8, k plus 12, yəni y bərabər olmalıdır bu -3'ə. -3'ə. K kvadratı minus 8k plus 9 bərabər 0. Bunda kökləri daha doğrusu -3 sağa gələndə toplanıraq 15. K1'im elədi buradan 3, K2'm elədi buradan 5. İndi K'nın hansı qiymətində simmetrik olar? Ortaq hansı oldu? Ortaq 5.
Yerinə qoyub yoxlayaq hətta. -4 ilə 5 yazsam 5'in kvadratı 25 çıx 40 üzərinə gəl 12. -15 -3. 5 yazsam 25 28. Deməli 5 yazsam 25 28. Daha doğrusu 35 üstəgəl 14. Bu da elədi müsbət 4 ilə müsbət 3. Görürsünüz, koordinat başlanğıcı nəzərən simmetrikdir. Növbəti 13-cü sual. Mərkəzi koordinat başlanğıcında olan və 2 6 nöqtəsindən keçən çevrənin tənliyini yazın. Çevrənin tənliyi dedik x kvadrat üstəgəl y kvadrat bərabərdir r kvadratıdır. Mərkəzi koordinat başlanğıcında yerləşən. Gətirib yerinə yazsam 4 üstəgəl 36 bərabərdir r kvadratına. R kvadrat deyilədi buradan 40. Yəni doğru cavabım D. Növbəti 14-cü sual. Mərkəzi koordinat başlanğıcında və əmsalı 2/1 olan homotetiyada nöqtələri uyğun olaraq nöqtələrindən keçir. AB1'in uzunluğunu tapın. Deməli K 2/1'dirsə verilmiş belə deyək. Homotetiya 2 dəfə, yəni uyğun koordinatları 2 dəfə kiçiltmək lazımdır. Homotetiya nə idi? Bir oxşarlıq çevrilməsidir. Verilən fiqurun ya K qədər böyüməsi, ya K qədər kiçilməsi deyək. Burada K 2/1'dir. Deməli verilən koordinatı A ştrixi tapmaq üçün mən bunu 2/1'ə vurmalıyam burada. Eləyər -5 ilə müsbət 4. B ştrix isə 14'ü 2/1'ə vuranda 7 ilə -1. İndi bu da 2 nöqtə arasındakı məsafədir. Bu da eləyir 7 çıx -5 12 144 üstəgəl 25 169 bundan da çıxar 13. Cavabımız oldu 13. 15-ci sual. Mərkəzi belə olan və K2 olan homotetiyada nöqtəsi hansı nöqtəyə çevrilər? Deməli mərkəzi 0 daha doğrusu 3 -2 olan homotetiyada K-da 2'dir. A nöqtəsi -2 -1 nöqtəsi hansı nöqtəyə çevrilər? Burada da bir A ştrix nöqtəsinə çevriləcək. O da x, y-dir. İndi diqqətlə fikir verin. Şagirdlər, bu homotetiya nə deməkdir əslində? Bir oxşarlıq çevrilməsi dedik. Yəni bunu sizə belə izah edeyim. Mərkəzi O'dur. O nöqtəsində yerləşir. Bir A nöqtəsinin koordinatı verilib. K bərabərdir 2 dəfə böyüyən homotetiyada həmin o -2,1 nöqtəsi hansı nöqtəyə çevrilər? Diqqətlə baxsaz, bu OA məsafəsi 2 dəfə böyüməlidir. Da ki, bura bir A'dırsa, bax bu məsafə var ha, bax bu böyüyüb 2 dəfə ondan böyük olmalıdır. Yəni bunu demək istəyir. Koordinat yəni mərkəzi O nöqtəsindən 2 dəfə böyüyüb bu şəkildə olmalıdır. Yəni bura A'dırsa, o A ştrix məsafəsi 2 dənə A olmalıdır. Yəni bunun məntiqi budur. Buranı belə başa düşün. İndi mən eyni nöqtəyi nəzərdən gedirəm. Onda belə çıxır ki, əvvəlcə o A ştrixa baxıram. 2A olan hissəyə baxıram. Nə yazmalıyam? X minus 3. Baxın, X minus 3 komponentini tapıram da. O A ştrixin komponentini tapıram. Bərabərdir. Daha doğrusu nöqtəli vergül. Bir də y minus -2 toplandı y plus 2. Bu o A ştrixdir. Aydın olur da. Dedik ki, bu məsafə bu o A'dan 2 dəfə böyük olmalıdır. Yəni K dəfə. K-da 2'dir. Onda K vurulsun. Nə yazmalıyam? -2 çıx 3. Elədim -5. -1 çıx 2. Elədim müsbət 1. Vəssalam. Bu da nə deməkdir? Baxın, 2A bərabərdir. A vurulsun K deməkdir də. K da bizə 2 verilibdir. Yəni bu bərabərlik əslində bu deməkdir. İndi bunu işləyin, uyğun koordinatları bərabər eləyin. X minus 3 bərabərdir.
mənfi 10'a, x buradan onda alınır 7, y plus 2 bərabərdir 2'ye, y də bərabər 0'a. Yəni cavabımız oldu 7 və 0. C variantı. Bu tipi sualları əgər qarışdırırsınızsa, yaxşı olar ki, bunları öyrənin. Çünki bundan böyük ehtimal blok imtahanına sual gələcək. Nöqtəsi vahid çevrənin üzərində olarsa, m-in qiymətləri cəmini tapın. Vahid çevrənin üzərində olarsa. Vahid çevrə uzunluğu 1'ə bərabər olan çevrədir dedik. A kvadrat üstəgəl b kvadratı 1 olmalıdır. Burada da kök altında m minus 4'ün kvadratı üstəgəl m çıx 5'in kvadratı olmalıdır 1. İndi bunu açıb da diskriminant tənini işləyə bilərsiniz. Buradan m'in bir dəfə 5, m'in bir dəfə 4 olduğu görsənir. Niyə? Çünki 5 yazsaz bu sıfıra gedər, qalar 1'in kvadratı 1'ə bərabər. 4 yazsaz bu sıfıra gedər, mənfi 1'in kvadratı müsbət 1, yenə də 1 olar. Yəni bu iki qiymətin bizdən cəmini soruşurdu. 17. Vahid vektorlar olarsa S, X, Y vektorunun uzunluğunu tapın. Vahid vektorlar olarsa. Hər ikisi vahid vektorlardırsa, kökdə kvadratlar cəmi dedi ki, şagirdlər 1'ə bərabər olmalıdır. 1'dən də elə kökün altındaydı bu. Kvadrata yüksəltdim. 1 alındı. X ilə bərabər buradan 0 alınır. Digərini də bərabər eləsəm, nə olur? Kök altında 0,36 üstəgəl y kvadratı üstəgəl 0 bərabərdir 1'ə. Buradan da y kvadratı bərabərdir 0,64. Y bərabər 0,8. Deməli, C vektorunun koordinatları alındı 0'dan 0,8. Bunun uzunluğunu soruşur. Bunun uzunluğu aydın məsələdir ki, kökdə kvadratlar cəmi şəklində yazsaq biz bunu, elə yenə də 0,8 çıxacaq. 18-ci sual. Vektorlar arasında bucaq 120 dərəcə olarsa, 3a minus 2b ne deyir tapın. 3a modulda 3a çıx. Bu yoxsa hər biri moduldadırmı? Bir dənə baxım. Bu əslində belə bax şagirdlər. Modulda 3a minus 2b. Baxın, bu şəkildə olmalıdır bu. Bunu soruşur bizdən. Bu da aydın məsələdir ki, kökün altında 3a minus 2b'nin kvadratı imiş. Çünki ixtisar gedib modula düşüb. Bunu da açsaq kökün altında 9a kvadratı, yəni 9 modulda a'nın kvadratı, vektorun deyək ki, kvadratı yoxdur. Vektorun uzunluğunun kvadratı var. Çıxılsın birinci ilə ikincinin hasilinin 2 misli. 12 modul A vur modul B, bir də vur kosinus alfa əlavə edirəm. Çünki vektorların skalyar hasilini necə idi? Vektorların skalyar hasilini tapan zaman onların uzunluqlarının mütləq qiymətləri deyək, uzunluqları deyək, hasili və onların bir də başlanğıcları arasında qalan bucağın kosinus hasili idi. Bir də üstəgəl 4 modulda b-nin kvadratı. Aldı bu şəkildə. İndi bizə a-nı verib 1, kvadratı eləyir 1. 9 çıx. 12 vur 4. 48 vur kosinus 120. 48 vur kosinus 120. Çevirmə düsturuna görə kosinus 120 mənfi kosinus 60 deməkdir. Yəni mənfi 2'də 1 deməkdir. Bu da toplandı 2'də 1. Üstəgəl 4b kvadratı. B də 4'dür. Uzunluğu edir 16. Bu da elədi 64. Bunlar getdi buradan. Qaldı 24. Bu da bərabərdir. Kök altında 68 üstəgəl 9.
9,88. Bu da 9 kökdə 97. Cavabımız oldu kökdə 97. Növbəti 19-cu suala baxıram. Paralel köçürmədə 3 - 5 nöqtəsi 5 nöqtəsinə keçir. Bəs bu paralel köçürmədə -1 3 hansı nöqtəyə keçər? Fikir versəniz, bu 3-ün üzərinə 2 vahid gəliblər. Biz də -1-in üzərinə 2 vahid gəlirik. Elədi 1. Fikir versəniz, -5-in, baxın bu -5 üzərinə 10 gələndə müsbət 5 eləyir. Deməli, biz də 3-ün üzərinə 10 gəlirik, eləsin 13. Yəni, 1, 13 A variantı. 20-ci sual. Nöqtələri verilmişdir və C nöqtəsi AB parçasının orta nöqtəsidir. B nöqtəsinin koordinatlarını tapın. Deməli, orta nöqtə C-dirsə, 3 bərabərdir. 2 üstə gəl. B nöqtəsinin də koordinatlarını bilmirik. X, Y, Z-dir. Yəni, bu şəkildədir də bu. Bura C-dir. Orta. Bura A-dır. Burada B-dir. Orta nöqtə C 3 bərabərdir. 2 üstə gəl X bölü 2. X buradan alınır 4. Y-i tapsaq 0 bərabərdir. -1 üzərinə gəl Y bölü 2. Y buradan alınır müsbət 1. 4, 1 olan cavab B variantında var yalnız. 2024 2 iyun vektoru necə deyir? Vektoru D bərabər 2 vektoruna kolinear olarsa, yəqin ki, burada bir C vektoru var. Deyir, C vektoru, bax şərti belə qoyaq. C vektoru D2 bir vektoruna kolinear olarsa. Bu çox düşən sualdır. Deməli, C vektoru var. D2 bir vektoruna kolineardırsa, onda ondan K qədər fərqlənir. Yəni, C bərabərdir. D bərabərdir. C vurulsun K. Yəni, belə də D vektoru bərabərdir. K vurulsun C vektoru. Kolinearlıq şərtinə görə. 2K və K-dır. İndi bunun da mütləq qiyməti kök 10 verib. Kökdə kvadratlar cəmi 4K kvadratı üstə gəl K kvadratı kök 10-a bərabərdir. Kvadrata yüksətsək 5K kvadratı bərabərdir 10-a. K kvadratı da bərabərdir 2. K da bərabərdir. Müsbət kök 2-ni götürürəm. Yerinə yazsam, deməli 4 kök 2 ilə kök 2 imiş koordinatlarımız. Koordinatlarımız C vektorunun. Bunların da üzr istəyirəm, səhv etdim. 2-ni kök 2-yə vuran da 2 kök 2 ilə kök 2 imiş. Komponentləri hasili də eləyər 4. Növbəti 22-ci suala baxıram. Sual 22. A1 nöqtəsi OX oxuna nəzərən nöqtəsinə simmetrik olarsa, A1 nöqtəsi OX oxuna nəzərən simmetrikdirsə, adı çəkilən dəyişməz 8 və -2,5 olar. A-nın da koordinatları verilmişdir 8 ilə 2,5. Mənə deyir ki, A1'in uzunluğunu tap. Sondan başlanğıcı çıxırdıq. Son A'-dır. 8-dən 8 çıxanda 0 kvadratı. Deməli, A'-dır sondur. -2,5-dən 2,5 çıxanda -5 kvadratı 25, ondan da 5 çıxır. Yəni, cavab oldu 5. 23-cü sual. Qutardı mı, qaldı mı? Yox, sonuncu sualdır şagirdlər, bitdi. Deməli, vektorunun komponentlərini hesablayın. 2-ni vurursunuz A-ya əvvəlcə. 4, -2 və 8 çıxılsın. 5-i B-yə 15, 0, bir də -10. İndi çıxın. 4 çıx 15, -11,
Mənfi 2 çıx 0, mənfi 2, 8 çıx mənfi 10, 18. Mənfi 11, belə bir cavab yoxdur. Mənfi 11, 18. Görək hardasa səhv etdikmi? Burada bir C variantı da yoxdur əslində. Bir də baxıram. 2-ni vurdum 2-yə 4. 2-ni vurdum mənfi 1-ə mənfi 2. 2-ni vurdum 4-ə 8 düz yazmışıq. Sonra 5-i vurdum 3-ə 15. 5-i vurdum 0-a 5. 5-i mənfi 2-yə mənfi 10 düzdür. 4 çıx 15 mənfi 11. Mənfi 2 çıx 0 düzdür. Mənfi 2. 8 çıx mənfi 10, 18. Yəqin C variantında bunu qeyd edə bilərik. Mənfi 11, mənfi 2 və 18. Belə şagirdlər, bütün sualların izahlarını verdim. Hər birinizə uğurlar arzulayıram. Sağ olun.